Valideyndə qorxular qabardıqca uşağa təzyiq göstərməyə başlayır. Silahı qoyun yerə, yeniyetmə ilə bir əşya kimi davrana bilmərik. Ən çox səhvi uşağın hisslərini, duyğularını, fikirlərini tənqid edərək edirik. Valideyn yeniyetmə ilə dost olmalı demirəm. Onun dostu var övladınıza. Yeniyetmə, uşaq böyük gözündən baxmayın, bir insan gözü ilə baxın. Etməli olduğumuz tək şey onu həqiqətən dinləməkdir. Yeniyetmə övladım var. Ona necə davranacağımı bilmirəm. İstəyirəm ki, bu dövrü travmasız və huzurlu keçirsin. Yeniyetməlik yaşı və bu yaşda qazanılan münasibət təcrübələri insanın gələcək münasibətlərində bazar rolunu oynayır. Yeniyetmələrlə münasibət qurarkən bilirsiniz harda yanlış edirik. Əslində bir çoxumuz psixologiyaya, elmə əsaslanırıq, hansısa faktlara əsaslanırıq və hər birimiz bilirik ki, yeniyetməlik yaşı dövrü çətin dövrdür. Çünki bu dövrdə uşaq nə uşaq deyil, nə böyük deyil, nə uşaq kimi qısıtlamaq, sərhədlənmək və məsuliyyəti kiməsə ötürmək istəyir, nə də böyük kimi bütün məsuliyyətləri öz üzərinə alacaq qədər hazır deyil. Bədəni, üz cizgiləri oturuşmur və müxtəlif səpki problemləri baş verir və bu zaman müxtəlif komplekslər yaranmağa başlayır. Yeni münasibətlər qurur, ətrafında özünü sübut etməyə çalışır, istəyir düzgün münasibətlər qursun və bəzən uğursuzluqlara uğraya bilir. Əslində bir növ həyata atılmanın ilk mərhələlərindən biridir. Çünki bu mərhələdə uşaq valideynlə bağlılığı azalır, ətraf aləmə marağı çoxalır. Əsasən də münasibətlərə, dostluq münasibətləri, romantik münasibətlər, bəyənilmək, bəyənmək, təsdiq almaq, təsdiq görmək, bu kimi faktorlar onun üçün çox önəmli olmağa başlayır. Və yeni duyğularla, hisslərlə tanış olur. Bu dövrdə zaten daxili aləmi qarışıq olan yeniyetmənin valideyn tərəfindən qısıtlanması, tənqid olunması, qəbul edilməməsi, hətta hansısa bir aqressiya görməsi onu daha da qıcıqlandırır və başlayır qabığına çəkilməyə. Qabığına çəkilməyin tək səbəbi valideyndən uzaqlaşmaq deyil. Eyni zamanda əslində burada məsələ onun öz şəxsi mənliyinin formalaşmasıdır, şəxsi alanının, sərhədlərin formalaşmasıdır. Çünki yeniyetməlik yaşına qədər valideynlə uşaq sanki bir hərəkət edirlər və uşaq üçün valideynin onun həyatında nəyisə qərar verməsi problem deyil. Amma artıq yeniyetməlik yaşında öz şəxsi sərhədləri formalaşmağa başlayır. O istəyir ki, geyindiyi paltarı, taxacağı hansısa bir saç aksesuarını, izləyəcəyi filmi, dinləyəcəyi mahnını özü seçsin. Geyinəcəyi ayaqqabını, gedəcəyi yeri, dostluq edəcəyi insanları özü seçsin. Valideyn bu prosesə adaptasiya ola bilmir. Həmçinin də qorxu hiss edir. Çünki uşaq artıq böyüyür və müəyyən mənada hansısa səhv edə bilər, bu səhv onun həyatına neqativ təsir edə bilər. Valideyndə qorxular qabardıqca uşağa təzyiq göstərməyə başlayır. Bu təzyiq də valideynlə yeniyetmənin arasında bir ziddiyyət formalaşdırır. Əslində yanlış etdiyimiz şey odur. Yeniyetmələrə hansısa faktlarla, psixologiya ilə, elmlə açıqlanan inanclarla mı deyim, yaxınlaşırıq. Əslində etməli olduğumuz tək şey onu həqiqətən dinləməkdir. Çünki yeniyetmə özü də qarışıq duyğular içində olduğunun fərqindədir. Elə onları aydınlaşdırmağa çalışır və bunları çalışarkən onu tərəfsiz dinləyən bir insana ehtiyac var. Lakin bu yanlış anlaşılmasın. Valideyn yeniyetmə ilə dost olmalı demirəm. Onun dostu var, hətta dostları var və həyatında çox dostu olacaq. Doğrudan bir valideynə ehtiyacı var. Hansı ki, bu valideyn sadəcə olaraq əvvəlki qədər basqın olmağı kənarda qoyub, dinləyən tərəf olmağı seçməlidir. Əgər yeniyetmə görsə ki, valideyn onun həyatına maraq göstərir və onun hissləri doğrudan da valideyn üçün önəmlidir, bu onu həm dəyərli hiss etdirəcək, həm güvəndə hiss etdirəcək və həm də bütün bu duyğuları, hissləri anlata biləcəyi birinin həyatında olduğunu görəcək və münasibət bu cür qurulmağa başlayacaq. Ən çox səhvi uşağın hisslərini, duyğularını, fikirlərini tənqid edərək edirik. Onun başqa bir insan, başqa bir şəxsiyyət, başqa bir fərd olduğunu unuduruq və düşünürük ki, mütləq bizlə eyni fikirdə olmalıdır, amma o bambaşqa bir insandır və yeni fikirlər formalaşır və düşünmək lazım deyil ki, o həmişə elə düşünəcək. Onun dilinə gələn sözləri anında əks reaksiya verərək, onun duyğularını, düşüncələrini inkar edərək, tənqid edərək bir çıxış yoluna vara bilməyəcək. Çünki onun ağlına gələn bütün fikirlər, düşüncələr onun əsl inancları deyil, hələ sorğuladığı, anlamağa çalışdığı bir mərhələdədir və bu mərhələdə əslində
siz də onunla birlikdə bunları araşdıraraq doğru yolu tapmasına bir bələdçi kimi rolunuz ola bilər. Amma bunu gözə almaq lazımdır ki, yeniyetmək yaşında artıq o əvvəlki uşaq deyil və onun həyatında sizdən başqa da önəmli insanlar olacaq. Hətta bu dövrdə daha çox kənara maraq göstərəcək. Çünki ailə artıq onun güvən alanıdır, konfor alanıdır. Bu artıq var və ətrafda özünü təsdiq etməyə ehtiyac duyur. Eyni zamanda onun öz güvəninin formalaşması üçün, komplekslərlə başa çıxa bilməsi üçün, öz bədənini, görünüşünü, xarici görünüşünü, cizgilərin olduğu kimi qəbul etməsi üçün, özü haqqında pozitiv fikirlər formalaşdırmaq üçün ona dəstək olmaq çox-çox önəmlidir. Çünki bu dövrdə yeniyetmə tənqidləri xüsusi olaraq ciddi qəbul eləyir və əslində sizə qarşı çıxsa belə, sizin ona dediyiniz fikirlər onda yer eləyir mütləq ki. Yeniyetməyə yaxınlaşarkən hansısa faktlarla, elmlə, taktikalarla deyil, tamamilə açıq ürəklə, açıq zehinlə, tərəfsiz bir mövqe ilə ona yaxınlaşıb doğrudan onu hiss etməyə, anlamaya çalışmaya ehtiyac var. Çünki o robot deyil, o bir obyekt deyil, bir subyektdir. Yəni yeniyetməklə bir əşya kimi davrana bilmərik. Belə bir düstur yoxdur ki, siz bu cür davransanız əks reaksiya almayacaqsınız. Hər zaman əks reaksiya alma ehtimalınız var. Çünki qarşınızdakı bir canlıdır, bir insandır, onun öz fikirləri, düşüncələri var və elə bir düstur yoxdur ki, bütün yeniyetmələrin xoşuna gəlsin, bütün insanların xoşuna gəlsin. Bizim çox bəyəndiyimiz bir şey kimsə əks reaksiya verə bilər. Çünki biz onun ruhunda, beynində, ürəyində deyilik. Onun bizi necə qavradığını ancaq o özü bilə bilər. Sadəcə bütün insanlara, bütün canlılara iyi gələn tək şey tərəfsiz, yarğısız, həqiqətən onu dinləyən, cavab vermək üçün yox, sıranı gözləmək üçün yox, sadəcə olaraq can qulağı ilə dinləyən bir insanın olması hər bir insana zövq verir, hər bir insanı rahatladır, hər bir insana güvən verir. Səhv etdiyimiz mövqe əslində aqressiya ilə anında o müdaxilə etməyə çalışmaq da əlimizdə silahlarla. Silahı qoyun yerə, sadəcə olaraq övladınıza yeniyetmə, uşaq, böyük gözündən baxmayın, bir insan gözü ilə baxın. Hansı ki, bu insan çətin bir dönəmdən keçir və bu dönəmdə sizin dəstəyinizə ehtiyacı var. Videonun sonuna qədər izlədiyiniz üçün təşəkkür edirəm. Bu cür videoların ardını gəlməsini istəyirsinizsə səhifəmi takib edə bilərsiniz. Videonu bəyənib paylaşa bilərsiniz. Sevdiklərinizlə və ya bunun faydalı olacağını düşünəcəyiniz insanlarla. Təşəkkür edirəm.